Aşağı bu sualları ne ediyorsunuz? Birinci zorunda üç bucaqlar çəkirsiniz. Özü də şərtlisi oxşar olan hissələr veribdir. Yəni, konkret oxşarlığı veribdir. İndi bu oxşarlığa əsasən biz nəyə nisbətən yazmalıyıq? Baxın, bu olsun A-dır, B-dir, C-dir. Bu da olsun A1, B1, C1. Biz bu şəkil çəkməyimizə belə ehtiyac yoxdur. Nəyə nisbət yazırdıq? Baxın aşağı. AB-ni nəyə bölməliyim? A1, B1-ə düzdür. BC-ni B1, C1-ə bölürəm. Sonra AC-ni də A1, C1-ə. Düzdür uşaqlar? Bu nisbətlər yazıyorsunuz. AB-nin qiyməti 10-dur. A1, BB-də x minus 2-dir. BC-nin qiyməti 16-dır. Ona görə də A1, B1 daha doğrusu BC-nin qiyməti 16-dır. B1, C1-in qiyməti x plus 1-dir. Bunların nisbətlərinə baxın. Biz demişik ki, bu tip suallarda bu şəkildə hesab yapar bilərsiniz. 2 bölü 5, 2 bölü 8. 8x 16, 5x üstə gəlsin 5. 3x elədi 21, x-ə bərabər də 7 oldu. Bizdən nəyi soruşur? X-i. Həndə şəxabını yazmaq lazım idi. Verən üç bizə konkret oxşarlıq olan hissələr verib. Mən dəfələr demişəm, amma bu şəkildə oxşarlıqda nisbətləri düzgün şəkildə yazdım. Birinci qoy mən də kənarda qeyd edeyim. AB-nin A1 B1 nisbəti, BC-nin B1 C1 nisbəti, eyni şəkildə AC-nin də A1 C1 nisbəti. Həmişə oxşarlıq suallarında mütləq bunu qeyd edeyim. Daha sonra yazmağa başlayın. Hətta bu bucaqların da şəklə əsasən qeyd etmək istəyirsə, A bucağına A, B, alfa, beta, qamma yazaq. Digərində eyni şəkildə alfa, beta, beta, buna da qamma yazaq. Uyğun bucaqların uyğun tərəflərin nisbətləri bu şəkildə yazılır yəni. Bu nisbət, birinci bu nisbəti yazıb, sonra gətirib qiymətləri yenə qoymaq lazım idi. Ben aslında sıranın düzlük saptağında bilmirəm. Trapezyon çəkdim, sonra diagonalını da çəkdim, orta xətti çəkdim. Burada da deyir ki, diagonalı onun orta xəttini 2x nisbətində bölür. Orta xəttin bir tərəfinə 2x, digər tərəfinə də 3x yazdım. Sonra deyir orta xətt 15 cm olarsa, sonra 5k bərabər 15, k da bərabər 3 yazdım. Sonra oturacaqların fərqini soruşur. Mən burada da belə yanıl getdim ki, orta xətt tapılanda iki oturacağın cəminin yarısı demir axı. El tapa bilərsən, amma sən bura bax, fikir ver, bu 2 kağıtsa, orta xətt əgər 2 kağıtsa, sanki bu üç bucağa diqqət elə. Əgər 2 kağıtsa bu tərəfində neçə k olur? Buranın yarısı. Yəni, 4x olur. 4k, bəli, 2 qatı. Bəs onda bu üç bucağa görə baxanda bu tərəf neçə k olur? 6. Bəli, 6k da bu olur. Vəssalam yəni. Sonra yer. Gətirib yenə qoyursunuz, bəli. Oturacaqların fərqi neçə k-dır? 2k da bərabər 6. Bəli, budur yəni. Necə idi metrik münasibətlər uşaqlar? Yəni, tutaq ki, mən düz 60 bucaq çəkirəm. Düz təpəsinə bir də hündürlük çəkirəm, haş olsun. Ayrılıq parçaları da n və n-dəyə qeyd edək. Düzdür, bu da olsun hündürlük. Bərabər n vurulsun. Bəli, bu biridir. H kvadrat bərabərdir, n vur n. Katetləri də adlandıraq A və B. İndi A-nın kvadratı, B-nin kvadratı nəyə bərabərdir? A kvadrat bərabər n. B kvadrat bərabər n-si. Yəni, S dediyin yer, yəqin ki, butonuza C demək istəyirsən. N vur n plus n, düzdürmü? B kvadrat da bərabərdir, n vurulsun n plus n olur. İndi eyni üçbucaq üçün bu tərəfi yazmaq lazımdır, tədbiq etmək lazımdır. Tədbiqini sən də görmürəm. Necə tədbiq edək? Məsələn, bu düz bucaqdır. Bu da düz bucaq işarəsidir. A burada hansı tərəfdə olur da? Tərəfini verib ki. Düz bucağınız tərəfini ver. Bax, görürsünüz, sonrasını düşünürsünüz uşaqlar. Onu düşünməyə ehtiyac yoxdur. B-nin kvadratı kimi. Bəli, məsələn, burada tutaq ki, A qeydlərsin. Onda B-nin kvadratı sənə nəyə verir? Bir də BG ilə AB bərabərdir. B-nin kvadratı bərabərdir, n vurulsun, n plus n. Bax, BG ilə AB bərabərsə bu tərəfi də n qeyd edək. Hə, tamam. İndi B-nin kvadratı nəyə bərabər olur? B-nin kvadratı n vurulsun, n-dən olmaz. N vurulsun, m üstə n. Tamam, bu düz. İndi bunun kvadratı buna bərabər. Bəs bu düzcəfin sahəsi nəyə bərabərdir, Rəna?
Ha, bu Şey, aşağıdakı. 196. Yox, düstur şəklində. Burada verilən hərflərdən istifadə edərək Ha, qalır. n vurulsun, n plus 1. Bəli, 196 düzdür. Bunun eyni qiyməti 196 olduğunu deyə bilərsənmi? B-yeni oradan. 14 tapırsınız. B-yeni yazamadım. B-yenin qiyməti 14-lədir. Aydındır? Şəfər. Bəli. Burada sual çox. Gəlirlər yazın. Məsələn, yəni necə yazarıq? Bizə şərtdə qeyd edək ki, oturacaq AC-dir və bu B mediansa oturacağı yarıya bölək. M və M deyə bölək. Buna N olaraq qeyd edək. Yan tərəfə də A və AD-yi qeyd edək. Bunda ABC-nin perimetri nə olur? Yan tərəflərin cəmi 2A üstə gəl 2M, o da bərabərdir 60. Buradan A üstə gəl M-in qiyməti elədir 30. BMC-nin perimetrinə baxırsınız. Şimdi BMC, baxın BMC. Bunun perimetrinə baxanda bu bizə nəyi verir? A üstə gəl, M üstə gəl, N-in qiyməti 47-dir. Düzdürmü? Bax, görürsünüz, sonunu düşünmədən bildiklərinizi gətirib üzərinə yazanda cavab alınır. 30 üstə gəl, N bərabərdir 47-dirsə, N də bərabərdir 17 elədir. Bəli. Aydındır. Hı -hı. Evet, sual keçək. Onun üçün də x plus 3 bərabərdir A kimi ifadə yaptım. Ondan sonra bir qalıqda böləndən 4 vahid kiçik olsun. Fakt qalığına da B deyək. Böləndən 4 vahid kiçik olması üçün B plus 4 bərabərdir A olur. Bir dəqiqə canım, başdan izah elə. Mən sən deyin hərflər qoy istifadə edeyim. Başdan izah elə. 73-ü indi bölənli x götürsə, 73 bölünsün x bərabərdir A, qalığında B deyək. Aha, tamam. Hə. Ondan sonra deyir ki, qismət böləndən 3 vahid böyükdür. Onun üçün deməli A plus böləndən 3 vahid. X plus 3 bərabərdir A. Hə. Ondan sonra deyir ki, qalıq isə böləndən 4 vahid kiçik olsun. Qalığında B-nin də üstünə 4 gələndə yenə A. Böləndən 4 vahid kiçik demir. Yəni x-dən 4 vahid kiçik olmur. Hə, sən birbaşa 4 gəlmirsən. Bölənin üstünə 4 gələndə o sənə x verməlidir. Tamam, sonra? Bəli. Ondan sonra deməli, oradan x-i tapmışam. X bərabərdir B plus 4. Ki burada A-nı da B-ni də x-lə əvəz eləyək. Məsələn, A-nı yerinə x plus 3 qoya bilərsən, düzdürmü? O oldu. Bəli. B-ni yerində qoyursan, x çıxılsan 4. Bəli. Ondan sonra deyir ki, hansı bölünə? Hə, indi qalanını elə yazarıq da. X vurulsun, x plus 3 plus x çıxılsın 4 bərabərdir 73. Afərin. Biz bilirik ki, məsələn, tutaq ki, 15 bölünsün 2 yazan nə deyirik? 7 bərabərdir, qalıqda 1 olur. Da düzdürmü? Bu da 15 nəyə bərabərdir? 2 vur 7 üstə gəl 1. Yəni, eyni bu formada düşünə bilərsiniz. Yəni, biz bu x-in qiymətini A-ya vurursunuz, alınan cavabın üzərinə bu B-ni gəlirsiniz, düzdürmü? Bu da bizə 73 verməlidir. Eyni yöntəm elədik. X-i vurduq A-nın qiyməti, yəni x plus 3-ə. Alınan cavabın üzərinə B-nin qiyməti gələndə o da bizə 73 verir. Yəni, sanki buradakı formanın isbatı kimi göstərdik. Buradan x-in qiyməti... Orada kvadrat təmin olaraq x kvadratı plus 4x çıxılsın 77 bərabərdir 0 alınır. Köklərini də tapanda x1 bərabərdir mənfi 11, x2 bərabərdir 7 eləyir. İndi orada 7 var. Əla, x üstə gəl 11, x çıx 7 bərabərdir 0. X bərabər mənfi 11, x də bərabərdir 7 eləmiş olur. Bir də təbii ki, müsbət qiymət götürürük. Çünki bölən burada bölən və qalıq haqqında olan gedən suallarda mənfisi götürülmür. Buna görə müsbət 7-ni götürmüş olduq. Aydındır, uşaqlar, deyin görüm aydın oldu, mən silməmiş. Aydın. Mən bir dənə bir də izləyəcəm. Təbii ki, olar, təbii ki, olar. Deməli, uşaqlar, nə ediyorsunuz? Birinci növbədə baxırıq ki, 73 ədədini hansı ədədə bölmək lazımdır ki, qismət böləndən 3 vahid böyük, qalıq isə böləndən 4 vahid kiçik olsun.
Yəni 73-ü hər hansı bir x ədədinə bölürük, müəyyən bir natamam qismət düşür, A-nı ifadə edir. Bu zaman da B qalıq qalır. Və daha sonra şərt qoyur ki, bu böldüyüm natamam qismət böləndən 3 vahid böyükdür. Bunu öz şərt verir. Daha sonra deyir ki, qalıq isə böləndən 4 vahid kiçikdir deyir. Bu deyilən məlumatları gəlib üzərinə qoyduq. A-nın və B-nin üzərinə qoyduq. Daha sonra necə ki 15 bölünsün 2 olanda 15 nəyə bərabərdir? 2-ni 7-yə vurub alınan cavabın üzərinə 1 gəlirik, düzdürmü? Bu da eyni qaydada 73 nəyə bərabərdir? A-nın x-ə vurulub, alınan cavabın üzərinə B-nin gəlinməsi deməkdir. Biz də bunu elədik. A-nın qiyməti x plus 3-dür. Bunu x-ə vurub, onun üzərində B-nin qiyməti, yəni x 4-ü gəldi. 73-ə bərabərləşir. X üçün 2 qiymət tapdıq. Bunların da müsbəti götürüldü. Bəli, başa düşdüm. Çox sağ ol. Hı -hı. Hani geriye bakabilirsiniz. 11'ler grubunda demiştik. 20-yə? Hı hı. Hə, düzdür. Bunu demişdim. Kim yazmış əfər bunu? Hətta yox, bunu Səbuhi desin soruşmuşdu. Biz zəhləmişdik. Kahverengi. Aha, kim? Şaha kesin demək ki, həll xatırlayırsınız. Mən burada Z qaydasından istifadə olunurdu. Bucaqların yerinə istifadə edə bilərsin, amma bu da konkret bir oxşarlıq var idi. Necə yazıldı bunu? Mən Z qaydasından onda A-nın o birisi tərəfi də C bərabər olurdu. Məsələn, ACD bucağının qiymətinə bir alfa deyirsə, ABC bucağının qiyməti də eyni bucaqdır, alfadır. Və daha sonra bəli, məsələn, Z qaydasına əsasən bucaqlardan biri betadsa, digəri də betadır. Hə, sonra nə edir? Sonra nə edir? Şaha, siz bəs mən dərsiz izahlı video qeydə atmışım axı qrupa. Baxmamışsınız, qeydə anlamadım. Daha sonra o şaha üçüncü bucaq. Həmişə bu tip suallarda üçüncü bucağa mütləq önəm çəkməyə çalışırlar. Buna bir qamma bucağı qeyd edeyim. Digər də bir qamma bucağı qeyd eləsəm. Artıq oxşarlığa baxın. Mən biraz əvvəl bunları göstərmişim. İndi siz özünüz yazın görün. Burada burada dedik ki ABC ACD'ye oldu. Onda olur burada B'de olan alfa yani o seçilen uzunluğu bir x dese o x olur. Sonra x bölünsün 18 olur. O biri C'nin yanındaki de alfa. Birinci oxşar şübzəxlər dəqiq olaraq da görün hansı şübzəxlər oxşardır. Məsələn, mən biri A, B, C yazıram. Bu nəyə oxşardır? Amma düzgün hərflərin yerinə, bucaqların yerinə düzgün qeydilər. ACD'ye. A, C, D deyirsən. Baxaq görək. Deməli, A, B, C yazmışam. Bax, diqqətli olmalısan. A-ya uyğun olan bucaq hansıdır? Qamma. Qamma. İndi qammanın olduğu yerə baxmalısan. Düzgün şəkildə baxmalısan yerlərinə. D, C, A'ya. Deməli, D, C, A, afərin. Bax, indi oldu. Yine nisbətləri də yaz birinci. Nisbətlər nə yazmalıyıq? Kimdir o? Səbuhidir. Nispetleri yazmalıyıq. X bölünsün. Bəli, x bölünsün 18. Hı -hı. Bəli, x bölünsün 18 o da bərabərdir 8 bölünsün x. Deməli, x bölünsün 18. Yox, birinci nisbətlər hərflərəndir. Məsələn, deyirsən ki, AB bölünsün DC, düzdürmü? BC bölünsün CA, bu şəkildə demişəm. CA, bu da bərabərdir AC bölünsün DA. İndi nisbətləri yaz. Nə yazmalıyam? AB'de mənim orada Yəni, nisbətlər necə yazılıb yerinə qoyursan da, bravo. Yəni, AB-nin qiyməti bilmirsən, düzdürmü? AB yazırsan, bölünsün. DC-nin qiymətini bilirsən, bilmirsən, DC yazırsan, bərabərdir. BC-ni bilirsən, 8 bölünsün X. CA-ya. CA-nın qiymətini bilmirsən, bərabərdir. AC bölünsün, DA-nı da bilirsən, 18. Və buradan sonra sən oxşarlıq yazımından cavab almışsan. Oxşarlıq yazımından cavab almayın deməmişəm mən sizə uşaqlar. Birinci yazın, sonra
8 vur 18. Buradan AC neçə eləyir? 12. 140. Oradan da kök 12 çıxır. AST deyir 12. Bəli, bu şəkildə nisbəti uşaqlar həmişə yazın. Sonra həll etməyə başlayın. 10. Evet. 10%. Bəli, və salam uşaqlar. Bir də təkrarlayıram. Birinci proses var, ikinci proses var, üçüncü proses var. Birinci prosesdə verilən ağacın ümumi tonunun çəkisidir, 150 ton. Bu sizin birinci cavabınızdır. Daha sonra bundan sonra qurudulan zaman bunun elə bir ki, nəmliyi verilibsə, bunun həmişə quruluğunu tapırıq. 150-nin 60% quruluqdur deməli. Bu da sizə son prosesin cavabını verir. 90 ton yekunda quru ot alımını aldı. Və daha sonra orta verilən bu 100 ton da ikinci prosesin cavabıdır. Bir də bax təkrar göstərirəm. 150 ton, sonra 100 tona çevrildi, sonra da 90 tona çevrildi. İndi orta prosesdəki quruluğun deyir neçə faizi nəmlikdir. Baxın, bizim bu hesablamamız sadəcə quruluğa görə hesablama aparılıbdır. Aydındır 150 tonun 100 tonu qurudu, 100 tonu 90 tonu qurudu. İndi bizə lazımdır ki, əgər 90 ton quruluqdursa bu 100 tona görə neçə ton nəmlikdir? 10%. Bunu şifahi tapa bildiniz. 100-ə görə 10%-ni tapdınız ki, bəli 10% nəmlikdir. Amma uşaqlar burada 100 olmayıb, 120 olsaydı nə edərdiniz bəs? 10% tapardım. 10%-in, yox, 10%-in yox. Yəni 120 olsaydı, deyərdiniz ki, bəli, 120-nin neçə faizi sizə 90'ı veribdir. Amma bu quruluğunu hesablıyorsunuz da uşaqlar. Siz bunun quruluğunu tapıyorsunuz. Düzdürmü? Alınan cavabdan da həmin nəyə çıxmalısınız? 100-dən də alınan bu x-in qiymətini çıxıb nəmliyini tapıyorsunuz. Oldu mu uşaqlar? Yəni əgər 120 ton versəydi, yəni məsələn deyirəm, aydındır. Başa düşdünüz? Aynen. Yəni 100 ton olanda Bəli. daha rahat şəkildə görə biliyorsunuz ki, bəli 100 tonun əgər 90%, 90 tonu qurudsa, deməli 90% qurudu. Belə çıxır ki, 10% nəmdir. Ona görə cavab olur B variantı. X çıxılsın, sevilən tənliyin deyirsən ki, X çıxılsın A-nın kvadratı aşağı. Bu tənliyi yadınızda saxlayın. Benim kvadratı. Bəli, bərabərdir, R-in kvadratı olur. Tamam, sonra? Mənim oradan da x-imiz 1'dir. Hı -hı. Bir sıx A-nın kvadratı üzərinə gəlsin. B-ni də mən 1 götürürüm mən. 5. B-nin qiyməti, A-nın qiyməti mərkəzi koordinatlar dediyinə görə, uşaqlar, mərkəzi bu olduğuna görə A-nın qiyməti 1-dir, B-nin qiyməti 5. Əla, sonra? Sonra? Səbir olun. Səbir sonra? Getdi Səbir. Burada çıxıyorum. Hı. Soru gətirib yerine koydu. Bəli. Sonra getirib yerinə qoyuyorsunuz. Yəni uşaqlar, bu sualda deməli nədir? Burada mərkəzi koordinatlar veribdir, B nöqtəsindən keçir. Baxın, iki nöqtədən elə bir ki, çevrəni belə düşünün da siz. Bu çevrədir, çevrənin mərkəzi verilibdir, nöqtəsi verilibdir, mərkəzin koordinatı M-dir, bu da B-dir. Siz MB arasındakı məsafəni tapmaqla nəyi hesablamış olursunuz? Bu radiusun qiymətini hesablamış olursunuz. Düzdürmü? İki nöqtə arasındakı məsafə düsturumuz necə idi? Kökün altına nə yazırdıq? X2 çıxılsın x1-in kvadratı üstə gəl. Negatif 1'in kvadratı. Bəli. Gətirib qiymətləri yerinə qoyuruq. Yəni, onda kökün altında fərq yoxdur amma hansının hansı çıxmalısın, heç bir fərq yoxdur. 1-dən 1-i çıxırıq kvadratı, üstə gəlsin. 5-dən 7 çıxırırsınız, bunun da kvadratı olur. Bu da sizə 4 eləmiş olur. Kökün altına 4 vermiş olur. Bu da cavab elədi 2. Yəni, onda mərkəz tənliyin hətaya olur. X çıxılsın 1-in kvadratı, üstə gəl. Y minus 5-in kvadratı. Bərabərlik 2. 2-in kvadratı, yəni A variantı yox. Y variantı. Aydındır uşaqlar. Hə, başa düşdüm. Mən 2 yazmışam A variantı. Bəli. Tamam. Növbəti sualdayıq. Deməli, AB-nin kvadratı bərabərdir. AC vurulsun nə yazıram? CD yazıram, yoxsa? AD. Aferin, aferin. Bax, orada o səhv eləmək olmazsa, AB-nin kvadratı bərabərdir. AC vurulsun, AD yazırsınız. CD yox.
Və sən bunu yazırsan uşaqlar. AB bərabərdir. AC-nin qiyməti 4-dür. AD-nin də qiyməti bu 4-dür. Bu da 5-dir. 9. 4 bu 9. AB elədi 6. Aydındır uşaqlar. Aydın oldu. Aynen. Və Ha, növbəti sual keçək. 2x plus 100 Hı -hı. beraber 6x plus 20. Və ABD deyir, birinci qiymətlər yenə qoyaq. ABD qövsünün qiyməti x üstəgəl 50-dir, düzdürmü? ACD qövsünün qiyməti də AC. Ben 2 katı olmaz. ABD qövsünü verib. Hə, ABD qövsünü verib. Hə, tamam düzdür. Buranı verməyib ki, uşaqlar bizə qövs verməyib ki, buzaq veribdir. ABD buzağı bəli, x üstəgəl 50 isə, bunu qövs olaraq baxanda 2x üstəgəl 100. Tamam, sonra? Ben sonra vuruldu yani en şeydi. ACD'nin de bir 3x plus 10. 10 diye 2'ye vurur. Yine aynı mesafede. O da 6x plus 20. Beraberleştirici Aferin. 4x beraber. Aferin. Yəni eyni qiyməti Beraber. ACD üçün bu tərəfə 3x üstəgəl 10 veribdir. Yəni əslində bu qövslər hər ikisi, hər iki bucaq eyni qövs söykənliyinə görə bunlar ikisi də buna bərabər olmalıdır. Yəni belə çıxır ki, məsələn bu tərəfin qiymətini ya istəyirsə yazın ki 6x üstəgəl 20 bərabər yazın, ya da ki birbaşa elə bucaqların özünü sadə halda bir-birinə bərabərləşdirək. Ben x plus 50 yok. Necə? O da o. Neyse ben 2'ye vurup takmışım. Yani x 50 dolar. Olar. Bəli, bu şəkildə daha rahatdır. 2-yə vurub da tapmaq olardı. Bu şəkildə daha rahatdır. Aydındır, uşaqlar. Hı. Tamam. Növbəsi. üzərindən yazılmışdır. Bəli. Burası Ama aslında demem 7K 35 K 5 taktı. K 5 tapan sonra da hə da. hadi 10. Və budur. Bunu niyə yazmamışsınız ki? Öz Evet. diaqonallardan buna aiddir bayaq bir sual izah edək. Bəli, orta xəttini 3x və 4x şəklində bölür. Ona görə bu tərəf 6x, bu tərəf də 8x düşür. Orta xətt bəli 7x-in qiyməti 35 isə x elədi 5. X-i 5 tapandan sonra ortacaqların fərqi. Raul izah etdim, amma Raul sənə imkan vermədim. Üzrlü sayı. Vaxt gedədə tez-tez başladım danışmağa. Aydındır? Onu açık bir böl 2 beraberdir 5 kim yazma olan o da var. Bu da olar, təbii ki. Bunu qoşum. Görürsə bu izah. Mem A beraberdir B vurusun 6 üstte gel 2. Hı -hı. Yani 6 B plus 2 değil. Düzdür. Mem sonra aşağıda yine B de beraberdir 5 ise plus 4. Düzdür. Hı -hı. Sonra? Sonra nə edək? Sonra buraya alınmış. Burada sənə A-nın son qiyməti istədiyinə görə deməli A-lı ifadənin yerində B üçün tapdığın nəticəni gətir yaz. Yəni A bərabərdir B üçün belə bir ifadə almısın axı? 6 Yani plus. Bəli, 6 5 plus 4 vurusun 6 plus 2. bəli, o da elədi 30C üstə gəlir. 6-nı 4-ə vurduq, 24-ün üstünə 2 gəldik, 26 elədi. İndi sonu sıfırla qutaran bir ədəd var burada. C-nin qiyməti nə olur olsun, fərqi yoxdur. Bunun sonu həmişə sıfırla qutarır, düzdürmü? Bunun üzərinə 26 gəlsəm sonu neçə eləyər? 6 değil. 6. %100 olaraq sonu 6 eləmiş olar. Aydın oldu uşaqlar. Aydın buna. Aynen. Hı -hı. Evet, sual keçək. Cevabı B1 seviye. Tamam. Orta medyan verip A'dan değil D1'den D1'e. Deməli, A-dır, B-dir, C-dir. Bir dənə də A1, B1 və C1 yazsın. Tamam. Sonra nə edirik? Ben sonra medyan verip A'dan D'ye D1'den D1'e. Yəni AD və A1, D1. Tamam. Ben AD beraber 3 A1 D1 ise ben AD X yazarım. A1 D1 3X. Hı -hı. Tamam. Sonra perimetre nispetini verip ben orada da 3 bölünsün perimetre ABC bölünsün A1 B1 C1'in perimetri yani 3 bölü 1 yazdım. Aferin. 3.
Perimetrlərin nisbətləri tərəflərin nisbətləri ilə eynidir və sahələrin nisbətləri soruşsaydı, 1/3. afərin. Yox, Kvadratını yox, kvadratı. Sahələrin nisbət desəydi kvadratı. Bunun kvadratını götürərdim. Aydın'a gələn ABC-nin nisbətinin, ABC yerini dəyişik qoydum. Bizə dəqiqə. ABC-nin nisbəti. ABC üçün uyğun olan nə idi uşaqlar? ABC üçün olanımız ABC. Bir dəqiqə. ABC-nin perimetrinin AD qiyməti A1 D1-in 3 qatı. Bunun yerini dəyişik qoyursan. Həsə bu A1 D1-in 3 qatı deyir. Məsələn, bura x yazırsansa, bura 3x olur. Belə qeyd eləməlisən. Bir baxın 3/1 gəlir, 3 aldım ona görə 3 dedim. Bəli, bəli. 3. Sayın axın istiqamətində deyirsə, KTR də x deyək, sayı da y desə, x plus y bərabərdir 20/18. Axına qarşı deyirsə, yəni çıxırıq da 2 çıxır y bərabər 16/2. Bəli. Y-lər gedir, 2x bərabərdir, 36, 37 deyəsən. Bəli. X də bərabərdir 18/5. 13 sonunda bir şey eləmir. Dəqiqə. Yox, 18, 18 düz. Tamam. Axın Sonra son. mən 16/2-dən çıxdım mən, 13/5-i. Bəli, 18 tam 15-in üstünə y gələndə 20,8 eləyir. Bizdən y-i soruşur. Dəyədir 2,3. Axın çayın axma sürəti istənilir. Bu tapdığımız x-in qiyməti K-ten sürəti idi. Y isə çayın axma sürətidir. Bunu istədi, o da elədi 2,3. Aydındır uşaqlar. Mən burada deyim müsabiqədə 50 nəfər iştirakçı var deyir. Onda elə məxrəc 50 götürür. Sonra deyir Baba Həsənin sıra nömrəsi 7-yə bölünən tək ədəd olması hadisəsinin ehtimalını tapın. Onda 50-yə qədər 7-yə bölənləri yazır. O da olur 7, 14, 21, 28, 35, 42, 49. Burada da deyir tək ədədləri də götürür. 7, 21, 35, 49. Bu da 4 dənə eləyir. 50-də 4 olur. O da elə %8 eləyirində 0,8 eləyir. Aferin. Başa düşdük uşaqlar. Aynen, mən burada cütlər də düşünmüşəm. Hamısı təklər deyir və 7-yə bölünən tək edilən şərtdə bunu qeyd edir. Mən qayda bilmədim, 7 götürdüm. 7 götürə bilərsən. Məndən deyim gələcəm. Buyur, digər Nərmin. Bu daha qısa yol olmuştum. Mən balığı yerinə qoyuruq. Aferin, aferin. Üzdüyün yerinə qoyuruq. Aldığınız ədəddə 4-ə balığını Bəli, demişdik axı bu tip sualda normalda bəli 4-ün üstünə 3 gəlib 7 kimi də hesablaya bilərsiniz, amma birbaşa qalığı belə gətirib yerinə qoyub eyni cavabı almağımız mümkündür. Yəni 3-ün kvadratı üstə gəlib 3 vur 3. Necə? Qalıq 2 olur. 9 da 18 də gəl 8, 26 bölünsün 4, o da elədi 6, qalıqda da 2 düşür. Bəli. Mən 7 qoyub yazdım. 7 qoyundan təsəvvür 7 kiçik ədəd olduğunu görə problem yoxdur. Yəni yeni cavab alınır, amma daha rahat yol. KP-ni də 12 veribsə, 12-dən 3 çıxır, qalır 9, MP qalır 9. EM-ni 4 verib, M-ni verməyib, ona bir də X qoyuruq. M-yə 4 verib, M-ni bilmirik. X yazsan, tamam. Sonra 3 vur 9 bərabərdir, 9-un isə 27 bərabərdir 4x-ə. Burada da desin səhvliyi vardı. bəlkə də uşaqlar buna görə almayıblar. Çünki uşağa inanmıyorum ki, bu sualı siz bilməyərsiniz. 5 tamamda 6 tam 4-də 3 alınır. 6 tam 4-də 3 eləyir. 6 tam 4-də 3 eləyəndən sonra bundan da bu ikisi toplamaq lazım idi. Yəni sual bizdən YN və tər istəyir, amma cavabda tam qiymət veribdi. Yəni bizim istəyir, o da olmaz. 6 4 üstə gəl 6 tam 4-də 3. Yəni normalda sualın cavabı 10 tam 4-də 3 eləmiş olur. Düzmü? Bir də yoxlayaq. KP 12-dir. KP 12 9 qalır. 3 isə 9 qalır.
Y24 isə x qalır. 3 vur 9, 4 vur 2 sənə düzdür uşaqlar. Yəni burada cavab x-in qiyməti 6,4 çalınır, amma Yəni bizə orada y'ni x götürüb hemen x çıxıb 4 yazmaq olar. Heç yox, oradasın. yox, nə fərq var ki onun? Yəni fərq yoxdur ki, onun yenə eyni cavabı gəlir uşaqlar. Yəni cavabda səhvdir. Cavab nə olmuş oldu? Cavabı nə oldu uşaqlar? Cavabı 10,4-də 3 olmuş oldu. Növbəti sualıyıq. Sabah Zəhər. AOC mən 44 verib, AOC 44 olarsa BOK da 44 olur. Sonra FK'nı 56 verib. Yenə COE də olur. 56. Düzü qarşı bucaqlar bərabərdir. Bizdən də Y, O, B soruşur. Bizdən də C, K'nı 180 götürsə 56 plus 44 plus X 10 soruşur. Bəli. Yox, Y, Y, O, B-ni soruşur. Y 56 plus X bərabər 180, 110 plus X bərabər X də bərabər 70. Aferin. 110 yoxsa 100? 100, 100. 180. X də bərabər 80-lədir. Y, O, B də 80. Aydındır uşaqlar. Yəni bu tərəfdə 80 olur. A, O, F güzad 80 olur. İkisi də 80. Burada aslında sual idi uşaqlar. Mən nə deyim sizə bunu yazmaq səhv nə deməksə bilmirəm yəni. Tamam, növbəti sual deyək tez onu uşaqlar. Necə deyirsən? Bir təkrarla x bərabərdir. Alfa plus 120. Bunu yaza bilərsən. Alfa plus 120. bəli. Sonra bunu Alfa yerine qoyanda içəridəki Hə. De qızım, tez ol o zaman. e, Ən yaxşısı burada Burada x-i əvəz etməkdənsə daxildəki- 2 betanı, alfa betanı və qammanı x-i əvəz edək. Məsələn, alfa nəyə bərabərdir? X çıx 120. Beta nəyə bərabərdir? X çıxılsın 110, düzdürmü? Qamma nəyə bərabərdir? X çıxılsın 100. Daha sonra nə deyə bilərik ki, alfa var, beta var, qamma var. Bunların toplamı bizə nəyi verir? Nəmin? X Aferin. Gətirib yeni qoyub x tapırsan. X çıx 120, x çıx 110 və x çıxılsın neçə oldu bu? 100 dərəcə. Bunların toplamı bizə verir nəyi? X-in özünü. 230, bərabərdir. 340, 330. Deyirsən 330 oldu. Ha, 350. X də bərabər 150. 165 alındı deyirsən. Aydın oldu uşaqlar. Başa düşdüm mən. Tamam. Növbəti sualımıza keçək. Və bərabərlik trapezi çəkirik biz. Mən sonra orta xətdən 6 verib. Orta xətdən 6 veribsə A çıx B daha çıx A plus B 12. Diagonalı otacaq ilə 30 dərəcə bucaq əmələ gətirəcək. Bunu da istifadə edək. Amma bilmədim necə seçim. Elə Və diagonal və otacaq ilə bu tərəfdən baxanda 30 dərəcə bucaq əmələ gətirir. İti bucağı 60 dərəcə deyir. Trapeziyanın özünün iti bucağı 60 dərəcə deyir. Məsələn, bu tərəfdə də onda 30 dərəcə qalır. Nəyə görə 30 dərəcə qalır? Çünki bərabərlik trapezdə otacağı bir bucaqlar eyni olmalıydı. Düzdür? Və 30 dərəcə qaldığına görə, Z qaydasına görə digər bucağa da 30 dərəcə deyə bilərsənmi? onda 30, 30, 60, 120. Və məsələn, bura bir x yazsın, bu tərəfə də x düşür. Düzdürmü? Məsələn, artıq diagonal iti bucağı 60 dərəcə perimetrini tapın deyir. Bu n nədir? N özündən qoymuşdur. Nə deyir? N aid nəsə bir şey var ya, işte perimetrini tapın deyir bizdə. Orta xəttə 6 verildir. Tutaq ki, biz burada nə bilirik? Yan tərəflər bərabərdir. Bərabər trapezi olduğuna görə yan tərəflər bərabərdir. Məsələn, bu yan tərəfdə x-ə bərabərdir. Orta zəmin 12 yazmaq olar. Necə? Ortaların zəmin 12 yazmaq olar. Bəli, otacaqların cəmi yazarıq. Bir də biz gördük ki, bu bir düzəltmiş bucaqdır və x 30 dərəcə bucaq qarşısında duran katet x-ə bərabərsə 90 dərəcə olur. Digər bucaq 30 və 60 toplayandan sonra digər bucağa 90 dərəcə qalır axı. 90 dərəcənin qarşısındakı hipotenuzla neçə olur? Uşaqlar 2x olur. Düzdürmü?
2x olduğuna göre biz artıq deyə bilərik ki, bunların toplamı, yəni bəli, x ilə 2x'in toplamının tən yarısı, ortacaqların yarısı bizə 6 verir. 3x elədi 12, x ilə 4 tapırıq. Bizə nəyi soruşurdu? Hə, trapeziyanın Perimetr. perimetrini soruşur, bəli. O da elədi. 5x-də 20. Bildim. Aydındır. Şəxəl sizə də aydın oldu mu? Bir də təkrar gedim. Ehtiyata girin, yaraşır ilə təkrar gedək. Deməli, nə edirik? Bizə şərtdə verdiyi diagonal oturacaq ilə 30 dərəcə bucaq yaradır. Bunu qeydlədi. Daha sonra bu məcburən artıq bu 30 dərəcədirsə, özü şərtdə iti bucağını 60 dərəcə veribdir və hər iti bucaq da 60 dərəcə olmalıdır. Bu sualda bax, sizin görməyəcəyiniz yer bilirsiniz nə ola bilər? Əgər siz bu 30 dərəcəni qeyd edib, bu 60 dərəcəni qeyd edəndən sonra bu 60 olduğu görə bunun da 60 olduğunu bilməzsiniz və bu hissəyə kiçik qalan bucağın 30 dərəcə olduğunu qeyd eləməzsiniz. Burada Z qaydasını görməlisiniz və Z qaydasını görməyəndən sonra bu bucağın 30 dərəcə olduğunu görməyib, bu yan tərəflərin bərabər olduğunu görməyə bilərsiniz. Tək görmədiyiniz yer, mən diqqətinizdən qaçan yer ola bilərdi. O yan tərəflərin bərabər olduğunu biləndən sonra da bu da x, bu da x yazıram. Məcburən digər tərəfə də x düşür. Artıq bir də gördük ki, 30 dərəcə var, 60 dərəcə var. Məcburən bu bucağa 90 dərəcə düşür. Və bu üç bucağa baxanda 30, 60, 93 bucağını görürük. 30 var, 30'un qarşısı x-dirsə, onda 90'ın qarşısı məcburən 2x olur. Və artıq hər şey məlumdur. Oturacaqlar da məlumdur, yan tərəflər də məlumdur. Oturacaqları toplayıb yarıya böləndə bu bizə 6'nı verməlidir. Buradan da x-in qiymətini tapdıq, perimetri də hesablamış olduq. Aydındır mı Şəfər?